Salam əziz izləyicilər, xoş gördük hər birinizi. Mən Anar İbadlı 2025 DİM Azərbaycan dil testinin saitlər və samitlər növləri və tələffüzü bölməsini izah edirəm. İlk testimizdə görürük ki, yazıb ki, hansı sözlərdə Q hərfi K səsini ifadə edir. Biz görürük ki, Q hərfi burada K səsini ifadə edir. Yəni ki, biz bilirik ki, Q ya X səsini verə bilər, ya da K səsini verə bilər. Bunun üstünə sait falan gəldikdə Q-ya falan keçə bilər. Sözün ortasında Q samiti gəldikdə, ondan sonra məsələn kar samit gələrsə, bu K kimi tələffüz olunur. Məsələn, bu sözdə məqsəd deyə tələffüz olunacaq. Qəbul sözündə elə olduğu kimi qalır. Qəzet sözündə sözün əvvəlində də olduğu kimi qalır. Nöqtə sözündə yenə də kar samit gəldiyi üçün Q K kimi tələffüz olunur. Yəni nöqtə kimi tələffüz olunur. Maraq sözü maraq kimi tələffüz olunur. Çünki belə sözlərə sait artıqda da rahatlıqla Q-ya keçdiyini görə bilərik. K ilə tələffüz olunan sözlər sait qəbul etdikdə Q-ya keçmirlər. Burada yəni K yoxdur. Diqqət sözündə qoşa qı samitlər olduqda bu tələffüz zamanı K-qı kimi tələffüz olunur. Diqqət kimi tələffüz olunur. Yəni ilk K-ya keçir. Maqnit sözündə Q-dan sonra cingiltili samit, yəni N gəldiyi üçün heç bir dəyişiklik baş vermir. Elə olduğu kimi də qalacaq. Miqyas sözü də eyni cür. Özündən sonra Y samiti, yəni cingiltili samit gəldiyi üçün heç bir şey dəyişmir. Deməli, dəyişənlərimiz oldu burada bizdə 1, 4, bir də 6. Yəni cavabımız olur Y variantı. Növbət testimizə keçirik. Deyir ki, hansı zərgədəki sözlərdə uzun tələffüz olunan sait vardır? Uzun tələffüz olunan sait, biz bilirik ki, uzun tələffüz olmayan I və Ü saitlərimizdə uzun tələffüz olunmur. İstisna süni, üfüqi kimi sözləri Ü-də düşünmək ola bilər. Ümumiyyətlə, yerdə qalan 9 saitimizin 7-sində, yəni belə deyək, yəni I və Ü-dən qırağa uzanma baş verə bilir. Burada cavabımız olur A variantı. Çünki ədavət sözündə A-da uzanma vardı. Ərazi sözündə A-da uzanma vardı. Ədalı sözündə A-da uzanma vardı. Əlavə sözündə A-da uzanma vardı. Ona görə cavabımız elə A variantı olacaq. Misal üçün B variantında əqrəb sözündə, əvvəl sözündə uzanma yoxdur. C variantında ekibaj sözündə uzanma yoxdur. D variantında əmiqızı sözündə uzanma yoxdur. Y variantında emmək sözündə uzanma yoxdur. Yəni ki, hərəsində ən azından bir dənə söz olmaması artıq bizim həmin variantları götürməməyimiz anlamına gəlir. 2-də oldu A variantı. 3-ə baxırıq. 3-də deyir ki, hansı sözlərdə qoşa samitlərdən ikincisi cingiltili tələffüz olunur? Qoşa samitlərdən ikincisi cingiltili tələffüz olunur. Ümumiyyətlə biz bilirik ki, q, ç, t və p samitlərində dəyişim baş verə bilir. Misal üçün, təfəkkür sözündə təfəkkür kimi tələffüz olunur. Müfəttiş sözü müfəttiş kimi tələffüz olunur. Libretto sözü libretto kimi tələffüz olunur. Şəffaf sözündə məsələn çox adam çaşır. Şəffaf sözündə heç bir dəyişik yoxdur. Ümumiyyətlə f qoşalığında tələffüz sözü olsun, şəffaf sözü olsun, xiffət sözü olsun, belə sözlərdə heç bir dəyişiklik yoxdur. Olduğu kimi qalacaqlar. Deməli, dediyim kimi dəyişikliyin olduğu, düşün demirəm, dəyişikliyin olduğu bu 4 samitdən başqa qoşalıq yoxdur. Qəssab sözündə heç bir dəyişiklik yoxdur. Hoppanmaq sözündə hoppanmaq kimi tələffüz olunacaq. Həssaslıq sözündə heç bir dəyişiklik yoxdur. Burada 1, 2, 3 və 6-da biz dəyişiklik olduğunu görürük. Yəni ki, 3-cü testdə cavabımız olacaq B variantı. 4-cü testimizə baxırıq. 4-cü testdə burada görürük ki, yazıb ki, hansı nömrədə birinci sözün son samiti cingiltili tələffüz olunur? Misal olaraq, burada xüsusən belə deyək də, bu 4-ü qırağa qoymaqla 1, 2, 3, 5-də bıdıcıcı qaydasını tətbiq eləyəcək. Bıdıcıcı qaydasında qayda necə deyilir? Biz deyirik ki, sözün sonunda bıdıcıcı samitlər gələrsə, əgər özündən sonra sait gələrsə, onlar olduğu kimi qalırlar. Saitlə başlayan söz və ya şəkilçi. Samitlə başlayan söz və ya şəkilçi gəldikdə isə onlar qarşılığına keçirlər. Misal olaraq, burada olur palıt qozası, burada olur 4 manat, burada olur kitab satışı. Yəni dəyişikliklər uğrayır. Amma burada ağac söz gəldiyi üçün, yəni ki, A ilə başlayan, saitlə başlayan söz gəldiyi üçün heç bir şey dəyişmir. Yəni D qalır. Arıq sözündə də Q samitindən sonra sait gəlmə məsələsidir. Arıq sözü normalda arıq kimi tələffüz olunur. Q, X ilə tələffüz olunur. Sait üstünə gəldiyi üçün bu artıq Q-ya keçir. Yəni sonu Q ilə yazılıb X ilə tələffüz olunan sözlərdən sonra sait gəldikdə onlar Q-ya keçirlər. Deməli, burada 2 və 4-də cingiltili tələffüz olundu, D-la tələffüz olundu və Q-la tələffüz olundu. Amma digərlərində karla tələffüz olundu. Ona görə cavabımız olur 1, 3, 5. Yəni ki, Y variantı.
Növbətisinə keçirik. Ç hərfi hansı sözdə y samitinin kar qarşılığını ifadə edir? Bax, deyir ki, y səsinin kar qarşılığı. Y səsinin kar qarşılığı xıştrix səsidir. Yəni, ih kimi tələffüz olunan səsindən söhbət gedir. Və biz burada görürük ki, lakonik sözündə ümumiyyətlə k səsindən istifadə olunub. Burada k-dən istifadə olunub. Liderlik sözü liderlik deyə tələffüz olunacaq. Cavabımız elə bu variant olacaq. Sonu ihlə tələffüz olundu. Bax, bir hecalı milli sözlərimizdə türkdür, tüktür, bəkdir, bökdür, əkdir, çəkdir. Bu kimi sözlərdə k samiti elə k kimi də qalır. Eyni zamanda burada Məkkə sözündə 2 k-dən biri dəyişir. Məkkə olur. Yəni ki, bu k kimi qaldı. Bu da g-yə keçdi. Ona görə dəyişiklik yoxdur. Yəni biz istəyən xıştrix səsi yoxdur. Əmlak sözündə ərəb mənşəli, fars mənşəli əmlak, şərik, müştərək, iştirak, babək, həlak, təbrik bu kimi sözlərdə də dəyişiklik olmur. Sözün sonu ilə k kimi də qalır. Ona görə cavabımız burada da oldu. B variantı. Növbəti testə keçirik. İlk sözün son samiti kər tələffüz olunur. Kar tələffüz olunur. Bax, fındıq sözü normalda fındıq kimi tələffüz olunur. Özündən sonra samit kimi gəldiyi üçün bu elə fındıq ləpəsi kimi də qalacaq. Elə cavabımız da ona görə A variantı olacaq. Digər variantlara baxaq. Yəni x samiti, kar samitdir. Burada özündən sonra A gəldiyi üçün bu ğ-yə keçir. Uşaq ayaqqabısı. Əncir yarpağı sözündəki əncirdə ümumiyyətlə dəyişiklik baş vermir. R-da cingiltili samitdir. Çiyələk sözü normalda çiyələk kimi tələffüz olunur. Amma özündən sonra sait gəldiyi üçün bu çiyələyə çevrilir. Y-da cingiltili samitdir. Eyni məsələ ərikdə də özünü göstərir. Normalda bəli, ərik kimi tələffüz olunsa da, bunun üstünə samit gəldikdə artıq bu ərik ağacı kimi tələffüz olunacaq. Ona görə də cavabımız olur elə A variantı. 7-ci testimizə baxırıq. Yazıb ki, hansı sözdə q hərfi x kimi tələffüz olunmur? Bax, dediyim kimi q ya x kimi tələffüz olunur. Yəni ilk versiyada. Ya k kimi tələffüz olunur, ya da sözün əvvəlində falan q kimi tələffüz olunur. Sait qəbul etdikdə q kimi tələffüz olunur. Belə ehtimallar var əlimizdə. Bizə x kimi tələffüz olunmur deyirsə və burada da şəkilçi falan söhbəti yoxdur. Yəni bizdən k kimi tələffüz olunmasını istəyir. Bu da olur burada üfüq sözü, şəfəq sözü, müvafiq sözü, sadiq sözü. Bunlar da k-la tələffüz olunur. Qalanlarında yarpaq, işıq, qabaq, otaq, buruq, sarıq, çarıq, saçaq, qaymaq, bayraq, uzaq, zambaq, yumuşaq, bulaq, yaylaq, ovlaq kimi tələffüzlər vardı əlimizdə. Cavabımız ona görə olur Y variantı. Keçirik 8-ci testə. 8-də deyir ki, yarışda birinci gələn bizim Məhəmməddir cümləsindəki hansı sözdə cingiltili samitlərdən biri kar tələffüz olunur? Bu da bizdə 5-ci sözümüz olacaq. Niyə görə 5-ci sözümüz olur? Çünki Məhəmməddir sözünə baxsaq, Məhəmməd sözünün sonu d-la bitib. Yəni bu dır şəkilçidir artıq. Burada gələn hissə şəkilçidir buradan. Bundan qalan hissəsi. Və biz bayaqları bu dıgıcı qaydasından danışanda dedik ki, onlardan sonra samit gəlirsə qarşılığına keçirlər. Yəni burada Məhəmməd, burada dırdadakı r da gedir, dır şəkilçi söz r-sını itirir, şəxs xəbərlik olandır. Və Məhəmməd deyə bir tələffüz yanılır. Ona görə cavabımız olacaq A variantı. Yəni 8-ci testimiz olur A variantı. 9-cu testimizdə deyir ki, cərgələrdən birində bütün sözlərdə uzun tələffüz olunan qapalı sait vardır. Biz görürük ki, qapalı saitlər ümumiyyətlə hansılardır? I, I, U və Ü saitləri bizdə qapalı saitlərdir. Biz axtarıq elə bir söz ki, burada hamısında I, I, U uzun olsun. Cavabımız burada C variantı mənim gözümə gəlir. Xüsusi sözündə U uzun tələffüz olunur, musiqi sözündə U uzun tələffüz olunur, təriqət sözündə I uzun tələffüz olunur. Yəni uzun tələffüzlərin hamısı qapalı saitlə bağlıdır. Misal olaraq, təəssüf sözündə Ə uzun tələffüz olunur. Ta ki, saitdə A uzun tələffüz olunur. Məruzədə Ə uzun tələffüz olunur. Yəni, bunlar qapalı sait deyirlər, açıq saitlərdilər. Ta ki, sənaye sözündə A uzun tələffüz olunur. Gedir burada. Mötərizə sözündə Ö uzun tələffüz olunur. Bunlar heç biri açıq saitlər, qapalı saitlər deyirlər, açıq saitlərdir. Amma C variantında dediyimiz bu 4 sait fərqli tələffüz olunur. 10-cu testimizdən davam edirəm. Hansı sırada nöqtələrin yerinə x tələffüz olunmalıdır? X tələffüz olunmalıdır. Biz burada görürük ki, yazıb qonaq sözündən sonra E saiti gələrsə, bu x-ya keçir. Qonaq evi.
Bu cavabımız burada C-dir. Elə bulaq normalda qına yazılır. Özündən sonra samit gəldiyi üçün tələffüz olaraq bulaq kimi tələffüz olunacaq. Amma soyuq sözü qına yazılır. Sait gəldiyi üçün burada soyuq deyə tələffüz olunacaq. Əxlaq sözündə ümumiyyətlə k tələffüzü var da. Bundan sonra da samit gəldikdə də bir şey dəyişmir, k kimdə qalır. Qulaq sözündən sonra, qulaq sözündən sonra sait gəldiyi üçün normalda düzdür. Qulaq sözü x-nandır, qulaq. Amma sait gəldiyi üçün qulağa çevrilir. Ona görə də cavabımız elə olacaq burada. Bizdə nə istəyir? X kimi tələffüz olunmalıdır deyirsə, cavab olur C variantı. 11-ci testimizdə deyir ki, hansı sözlərin hansında Q hərfi K səsini ifadə edir? Torpaq, rəqs, miqyas, qütüb, qayıq, layiq, maqnitofon kimi sözlər verilir. Torpaq sözü torpaq kimi tələffüz olunur, sonu qına yazılıb x-la tələffüz olunur. Rəqs, məsələn bu sözü görürsünüz biz rəqs də deyəmirik, rəqs də demirik. Rəqs deyə tələffüz olunur, k ilə tələffüz olunur. Miqyas sözündən özündən sonra cingiltili samit gəlir, heç nə dəyişmir, elə q kimi də qalacaq, q kimi qalır. Qütb sözündə elə q kimi də qalır. Qayıq sözündə birinci q dəyişmir, ikinci q qayıq kimi tələffüz olunur. Amma layiq sözü layiq kimi tələffüz olunur. Maqnitofon sözündə də burada görürsünüz cingiltili samit gəlib. Cingiltili samit gəldikdə heç nə dəyişmir. Maqnitofon da qalacaq. Yəni burada onlar falan dəyişirlər, amma qalan məsələlər dəyişiklik yoxdur. Bizdə nə istəyirdik? K kimi tələffüz olunan. Burada biz 2-də K kimi tələffüz olunma gördük. Bir də 6-da biz K kimi tələffüz olunma gördük. Yəni 11-ci testdə cavabımız olacaq Y variantı. Növbət testi keçirik. Hansı sözün ilk samiti onun kar qarşılığı ilə əvəz edilsə, yeni mənalı söz yaranmaz. Hansı sözün ilk samiti? Bax, biz görürük ki, məsələn, d-nın əvəz eləsi t-la olacaq tələ. Belə bir söz vardı. Zamanı dəyişdirsək olacaq saman, belə bir söz vardı. Zəfəri dəyişdirsəm s-la olacaq səfər, belə bir söz vardı. Vazanı dəyişdirsəm olacaq faza, belə bir söz də vardı dilimizdə. Amma g-ni dəyişib k-ni əvəz eləsəm kökfər deyilən bir söz dilimizdə yoxdur. Ona görə cavab olur D variantı. 10-ca baxırıq. 10-da deyir ki, hansı dərəcədəki sözlərin yalnız birində uzun tələffüz olunan sait vardır. Baxın, deyir ki, yalnız birində uzun tələffüz olunan sait vardır. Bax, diqqət edəcəyiniz məqam budur. Bəzən tələbələr gəlir burada, bütün hecalarda uzanma baş verən variantı götürür. İndi bir də burada belə bir sözlər yada salmaq istəyirəm. Bax, biri heca sözüdür elə. Heca sözü, hesab sözü və söhbət sözləri var ki, bu sözlər tələbələr çox zaman qarışdırırlar. Bu sözlərdə biz bəlkə də el arasında heca, hesab belə bir tələffüzlər edirik, amma bizim belə deyək də dilimiz tələb edir ki, heca, hesab, söhbət. Yəni uzanma istifadə eləmədən tələffüz edir. Burada ənənə sözündə də uzanma yoxdur, heca sözündə də uzanma yoxdur. Cavab olur şikayətdə A-da uzanma baş verir burada. Bax, A hissəsində uzanma vardır, şikayət. Buna görə də cavabımız olacaq C variantı. Sadəcə bir sözdə uzanma özünü göstərir. Misal üçün katib, siyasət, 2 sözdə, elan, 3 sözdə də uzanma vardı. Qasid, təcili uzanma vardı. Surət, çarə uzanma vardı, 2 dənəsində vardı. Mədəniyyət, tərcümə, dirçəlik kimi sözlərdə də uzanma özünü göstərə bilir. Cavab ona görə olacaq burada 13-də C variantı. 14-cü testimizə keçirik. Cərgərdən birində Q hərfini ardıcıllıqla, bax, ardıcıllıqla sözlərə diqqət edin. Bəzən ola bilər ki, yəni biz həmin tələffüzü görə bilərik. Amma ardıcıllıqla olmaya bilər. Biz ardıcıllıq məsələsinə də diqqət etdirməliyik burada. Q, Ğ və X, K kimi tələffüz olunmalıdır burada. Misal üçün, üfüq sözündə burada üfüq kimi tələffüz olunur və samit gəlir, elə üfüq kimi də qalır. Ona görə bizdən ardıcıllıqda birinci qınan başlamasını istəyir, elə atırıq variantı. Qulaq sözündə bəli, burada ilk söz qınan gəldi. Sait gəldiyi üçün bu Ğ-ya keçdi, qulaq aparatı. Otaq sözündə otaq kimi tələffüz olunur, çünki özündən sonra samit gəlib. Məqsəd sözündə də özündən sonra kar samit gəldiyi üçün məqsəd kimi tələffüz olunur. İstədiyimiz variant ilə B variantı imiş. 15-ci testdə deyir ki, tərkibində uzun tələffüz edilən sait vardır. Biz burada görürük ki, xüsusi sözündə uzanma vardı. Xüsusi sözündə uzanma vardı.
Laləzar sözündə uzanma vardır. Əhatə sözündə uzanma vardır. Bir də daimi sözündə uzanma vardır. 2-də, 3-də, 7 və 8-də biz uzanma olduğunu gördük. Yəni ki, burada cavab C görsənmirdi. Yəni cavab olacaq C variantı. 16-cı testdən davam edirik. Hansı nümunədə ilk sözün son samiti kar tələffüz olunur? Qıraq sözü qıraq kimi tələffüz olunur. Özündən sonra da samit gəldiyi üçün elə x kimi də qalır. Cavabımız elə kar x samitdir, kar samitdir. Cavabımız elə olur A variantı. Digər variantlarda məktəb sözündə b-da ümumiyyətlə dəyişim olmur, bu da cingiltili samitdir. Toyuq sözü normalda x ilə tələffüz olunur, amma özündən sonra sait gəldiyi üçün toyuq versiyasında olur. X cingiltili samitdir, ona görə götürənməmişik bu variantı. Sınaq sözü x kimi tələffüz olunur, amma sait gəldiyi üçün sınağa keçir və bu cingiltilidir, götürənmirik. Fındıq sözü də eyni cür x-la tələffüz olunur, sait gəldiyi üçün bu ümumiyyətlə x-ya keçir yazılış və tələffüzdə. Cavabımız olacaq A variantı. 17-yə baxırıq. 17-də deyir ki, hər iki sözdə saitlə başlayan şəkilçi artırdıqda sözün sonundakı q samiti ğ samitinə keçmir və deyir ki, hər iki sözdə bu proses baş versin, ğ samitinə keçmir. Bu x kimi tələffüz olunur, bax, sonra x-la tələffüz olunan sözlərə sait artıqda ğ-ya keçirlər. Bax, uşaq sözü x-la, yaraşıq sözü yaraşıq kimi tələffüz olunur. Qonaq, amma natiq sözündə korlanır. İndi bir dənə baxaq. Bıçaq sadiq sözündə korlanır. Yəni, indi mitinglə piroqda, mitingdə miting kimi tələffüz olunur. Piroqda piroq kimi tələffüz olunur. Yəni ki, k ilə tələffüz olunurlar. Hər ikisi k ilə tələffüz olunduğuna görə bizim də deyirək, hər iki sözdə saitlə başlayan şəkilçi artıqda q-ya keçməsin. Cavabımız ona görə olur B variantı. Yəni, q ilə yazılıb, k ilə tələffüz olunan sözlərə sait əlavə etdikdə heç bir dəyişiklik baş vermir. Onlar ümumiyyətlə olduğu kimi qalırlar. Mitingin, yəni ümumiyyətlə q kimi qalır, heç bir şeyə keçmir. 18-ci testdən davam edirik. Cərgərindən birində q hərfi ardıcıl olaraq q, ğ, x və k kimi ifadə olunur. Misal olaraq baxırıq A variantından. Qulaq sözündəki birinci q dəyişmir, elə olduğu kimi də qalacaq. İkinci q x kimi tələffüz olunur, çünki özündən sonra samit gəlib. Bizdə amma ikinci q gəlməsini istəyirdi. A variantı ona görə gedirik. Üfüq sözündə ümumiyyətlə üfüq kimi tələffüz olunur. Birinci xanadan artıq səhv gəldi. Bizdə birinci xanada q olmalıydı. Haqqında sözündə 2 q'dan birinci q kimi qalır, ikinci haqq, daha doğrusu üzrdən birinci k kimi çevirir, ikinci q'ya qalır. İstədiyimiz ardıcıllıq olmadı. Qonaq sözünə baxırıq. Birinci q kimi qalır. İkinci q özündən sonra sait gəldiyi üçün ğ-ya keçir. Yarpaqdan sözündə samit gəldiyi üçün yarpaqdan kimi tələffüz olunur. Rəqs sözündə isə rəqs deyə tələffüz özünü göstərir. Və bu bizim istədiyimiz ardıcıllıqdır. Ona görə də cavabımız olacaq D variantı. 19. Cərgərdən birində q hərfi 3 müxtəlif səsi ifadə edir. 3 müxtəlif səsi ifadə edir. Məsələn, yaraq sözündə bu yaraq kimi tələffüz olunur. Qapaq sözündə qapaq kimi tələffüz olunur. Qərb sözündə də elə olduğu kimi qalır. Deməli, 2 dənə müxtəlifliyi var burada, 3 dənə deyil. Çanaq sözü çanaq kimi tələffüz olunur. Aşiq k-la, şəfəq də k-la. Yenə də müxtəlif 2 dənə oldu. Yəni, x və k var əlimizdə. Nöqsan sözündə k-la tələffüz olunur. Qərargah sözündə q-la tələffüz olunur. Rəqs sözündə də k-la tələffüz olunur. Müxtəlif 2 dənə vardı yenə də. Qonaq sözündə birinci q olduğu kimi qalır. İkinci q qonaq kimi tələffüz olunur. Otaq sözündə otaq kimi tələffüz olunur. Qapı sözündə də q kimi qalır. Yəni, yenə də müxtəlif 2 dənədir. X və q vardı. Yəqin ki, cavabımız olacaq D variantı. Çıraq sözündə çıraq kimi tələffüz olunur. Məqsəddə bayaq dediyim kimi kar samit gəldiyi üçün bu q k-ya keçdi. Toqqa sözündə də birinci q k kimi, ikinci q elə olduğu kimi qalır. Toq qa kimi tələffüz olunur. Deməli, x vardı, k vardı. Bir də fərqli olan q'nın özü kimi qaldığı üçün üçüncü də q'nın özünü götürürük və cavabımız olur D variantı. 20-ci testdən davam edirik. Klass ilə tamamlayan fikirləri müəyyən edin. Deyir ki, y samiti bəzi sözlərin tərkibində qoşa işləndikdə tələffüzdə biri düşür. Biz bilirik ki, riyaziyyat, ədəbiyyat, mədəniyyət kimi sözlərdə y-nin biri düşə bilir. Yəni, bu fikir doğru fikirdir. Maliyyəli tələffüz olunur. Yəni, samitdir də, samitlər maliyyəli tələffüz olunurlar. Doğru fikirdir. Biz deməli, burada doğru bir fikir əlavə eləməliyik. Kar qarşılığı yoxdur, səhvdir. Çünki y-nin kar qarşılığı hissəsidir. Yəni, xışdırıq alan hissəsidir.
Söz sonunda qoşa gələ bilər. Söz sonunda qoşa y olmur. Bu da yanlışdır. Yazıldığı kimi tələffüz edilən qoşa samitlə sözlər yoxdur. Bu da yanlışdır. Çünki səyyah, elə ən çaşdıran sözlərdən biri hədiyyə. Bu sözdə iyyə şəkilsi deyil. Olduğu kimi də tələffüz olunur. Eyni zamanda xəyyam, səyyah, hətta səciyyə, səviyyə bu kimi sözlərdə də qoşa y olduğu kimi qalacaq. Sözün əvvəlində yazıldığı üz üstəm, daha doğrusu səciyyə, səviyyə sözlərində düşür. Burada bir səhv getdim, orada qatdım qaydanı. O qaydanı siz bir də təkrar edeyim, yanlışlıq olmasın. Səciyyə, səviyyə, səhiyyə bu kimi sözlərdə düşün baş verə bilir. Amma hədiyyə, xəyyam, səyyah, təyyarə kimi sözlərdə düşün baş vermir. Yəni nəysə ümumiyyətlə düşün baş verməyən sözlərimiz vardı. Sözün əvvəlində yazıldığı kimi deyilir, bəli. Tutaq ki, nə bilim, yay sözü gəlsin, yaz sözü gəlsin. Bu tipli sözlərdə dəyişim baş vermir, deməli doğru fikirdir. 20-də cavabımız olacaq elə D variantı. 21. Deyir ki, 4 məqamda qalın, açıq dodaqlanmayan saitin tələffüz edildiyi sözü müəyyən edin. Bax, bunu xüsusən yeni başlayan tələbələr üçün belə izah edim ki, burada misal üçün qaçışdırmaq istəmirsinizsə, qalınları yazdınız. A, I, O, U. Düzdür. Bunların açıqları hansılardır? I ilə U qapalıdır. Dodaqlanmayan hansıdır? Onu da atırkən o dodaqlanandır. Qalır əlimizdə A. Bax, yazın belə formada çıxardın ki, sizdən istədiyi 3 qaydanın 3-ünü də ödəyən sait hansıdır? Və burada tələffüzə baxdıqda biz görərik ki, orfoqrafiya yazılan söz tələffüz olaraq orfoqrafiya deyilir. Vurğu qəbul etməyən onlar aya çevrilə bilirlər. Ona görə də bax, bu da aya çevrildi, bu da aya çevrildi tələffüzdə və 4 dənə əlimizdə A vardı. Ona görə cavabımız olacaq B variantı. 22-də deyir ki, fərqləndirilmiş sözlərdən hansıların son samiti cingiltili tələffüz olunur? Açıq testi burada biz görürük artıq. Bax, bayraq sözü normalda bayraq kimi tələffüz olunur. Bax, hamısında X kimi normaldır, düzdür. Amma biz bayaqla dedik ki, özündən sonra bunlar sait qəbul etdikdə fərqli qayda olur, samit gəldikdə fərqli. Bax, burada sait gəlib bayraq olub, burada samit gəlib elə X kimi qalacaq. Burada samit gəlib elə X kimi qalacaq. Burada sait gəlib elə X-yə keçəcək. Yəni, sait samit məsələsini yoğunlaşdıra bilərsiniz. Deyir ki, cingiltili tələffüz olunanları istəyir. Burada da biz deməli X ilə tələffüz olunanları götürəcək. Cingiltili tələffüz olunur. Yəni 1 və 4 bu açıq testimizin cavabı olacaq. 23-cü testə baxırıq. Hansı bəndlərdəki sözlərdəki K-yi, Q-ı əvəzlənməsi baş vermir? K-yi, Q-ı əvəzlənməsi baş vermir. Bax, biraz əvvəl də mən yuxarıdakı testlərdə saymışdım. Şərik, iştirak, müştərək, həlak, bayraq, babək bu kimi sözlərdə dəyişim baş vermir. Elə biri oradan götürürük. Külək sözünə sait ədərə verəsəm külək olacaq. Bayraq sözünə verəsəm bayraq olacaq. Müttəfiq sözündə ümumiyyətlə Q, K kimi tələffüz olunur. Q-nın K ilə tələffüz olunduğu sözlərdən sonra sait gəldikdə Q olduğu kimi qalır. Samit gəlsəydi Q, K kimi tələffüz olunurdu. Bax, bir daha təkrar edirəm. İlkin versiyada K kimi tələffüz olunur. Samit gəldikdə də K kimi tələffüz olunur. Ancaq sait gəldikdə olduğu kimi qalır. Ona görə də dediyimiz əvəzlənmə yenə də baş verməmiş sayılır. 1-3 bu açıq testimizin cavabı olacaq. 24-də baxırıq. Hansı sözlərdə cingiltili samit özünün kar qarşılığı kimi tələffüz olunur? Cingiltili samit özünün kar qarşılığı kimi tələffüz olunur. Bax, təmizkarlıq sözündə təmizkarlıq kimi tələffüz vardı. Bax, burada l-r-yə keçib, q da x-yə keçib. Amma nə q-nın qarşılığı x deyil, nə də r-nın ümumiyyətlə qarşılığı yoxdur, bilirsiniz, sonor samitdir. Q-nın qarşılığı k-dır. Bir dəyişim var, amma özünün kar qarşılığına keçməyib. Yəni, bax, burada bəzən tələbələr onu qaçışdırırlar. Bax, burada bunu da getdim. Buluddan sözündə, bəli, artıq bıdıcıcı samiti qaydına görə bu buluddan kimi tələffüz olunur. Bəli, t da d-nın qarşılığıdır. Ona görə biz istədiyimiz kimidir bu. İkini götürdük. Maraqla sözündə maraqla deyilən bir tələffüz yaranır burada. Maraqla. Qıxıya keçir. Lalə hissəsi də biz bilirik ki, nan kimi tələffüz oluna bilir. Maraqla tələffüzü var. Amma yenə dediyim kimi q'nın qarşılığı x deyil. Ona görə bunu götürmürük. Şəfəqlər sözündə şəfəq sözü şəfəq kimi tələffüz olunur. Samit gəldiyi üçün də bəli, elə də şəfəq kimi də tələffüz qalır əlimizdə. Və bu şəfəqlərdə q da k-nın qarşılığıdır. Ona görə də 4-də götürürük. Palıdın sözündə ümumiyyətlə dəyişim yoxdur. Çünki d samitindən sonra sait gəlib. Sait gəldikdə
dəyişim olmurdu. Buna görə cavabımız olacaq 2-4. Yəni açıq testdə cavabımız elə olur 2-4. Bu mövzumuz bura qədər. Digər mövzularımızda görüşənə qədər. Sağ olun əziz izləyicilər.